Azərbaycanın futbol tarixində inanılmazı reallaşdıran adam Qurban Qurbanov. 2008-ci ildə Qarabağın sükanı arxasına keçəndə Çempionlar Liqası futbolumuz üçün sadəcə bir xəyal idi. Ən optimist azarkeş belə o günün xəyalının bugünün reallığı olacağına inanmazdı. Amma Qurbanov bunu bacardı. Rosenborga vurulan o möhtəşəm qol arzuların gerçəkləşəcəyinə bir işarə idi sanki. Bacarığını futbolumuza gözüyumlu qurban edən Qurban. Qarabağı əvvəl Avropa, sonra isə Çempionlar Liqasının əsas mərhələsinə çıxarmaqla futbol dünyasını bizdən danışmağa vadar edir. İllərdir Qarabağı qurbansız, Avropa qruplarını isə Qarabağsız təsəvvür etmək olmur. Bu, səbrin, əzmin, zəhmətin nəticəsidir. Bir vaxt xəyal kimi baxdığımız indiki uğurların memarı gözümüzün önündədir. Ölkə futbolunun ağır yükünü çiyinlərində yorulmadan daşıyan Qurban Qurbanov. Qurban Qurbanov həm futbolçu kimi, həm də məşqçi kimi özünü futbolda təsdiqlədi. Futbolçular üçün də onun davranışı, onun əminliyi və təmkinliyi əlavə bir güc verir.